Davranış dəyişikliyi mövzusunda danışarkən ən bu sahənin etibar olunan, güvənilən, hörmət olunan mütəxəssislərin hər birinin təklif elədiyi, paylaşdığı fərqli metodlar, yanaşmalar var. Amma demək olar ki, hər birinin yenə paylaşdığı sadəcə bir dənə ortaq bir yanaşma var, ortaq bir anlayış var. Yəni bunu demək olar ki, bu mövzuda işinin əhli olan, ciddi olan hər bir mütəxəssis, hər bir ekspert tövsiyə edir. O da budur ki, bizim özümüz haqqındakı biz necə bir insanıq sualına verdiyimiz o cavab nədirsə, onun üzərində işləməyimizdir. Yəni ki, etmək istədiyimiz nələrdirsə, ona uyğun bir şəxsiyyət olaraq, kimlik olaraq, insan olaraq özümüzü həm qəbul etmək, həm də görməkdir. Biz vərdişləri dəyişə bilərik. Ondan sonra bəlli davranışları dəyişə bilərik. Həyat tərzimizdə fərqli dəyişikliklər edə bilərik. Amma yəni problem bu dəyişiklikləri edə bilməmək deyil. Problem o etdiyimiz dəyişiklikləri saxlaya bilməməkdir. Yəni uzun müddətli edə bilməməkdir. Bunun da əlbəttə ki, hər insana görə bunun fərqli səbəbləri var. Hər vərdişə, davranışa görə bunun fərqli səbəbləri var. Amma ən güclü səbəblərdən biri, yəni demək olar ki, hər birimizə aid edə biləcəyimiz ən güclü səbəb, ən önəmli səbəblərdən biri bizim o dəyişdirmək istədiyimiz davranış nədirsə, onunla bizim aramızdakı məsafənin, fərqin nə qədər çox və nə qədər az olmasıdır. Əgər biz özümüzü çox oxuyan bir insan olaraq kimi qəbul etməmişiksə, özümüz haqqındakı düşüncələrimiz, qənaətlərimiz, inancımız o deyilsə, biz çox kitab oxumaq istəsək belə, davamlı oxumaq istəsək belə, bunda uğurlu ola bilməyəcək. Bəlkə qısa müddətli ola biləcək, amma uzun müddətli bu alınmayacaqdır, ya da ki, istədiyimiz səviyyədə olmayacaqdır. Və yaxud da ki, biz əgər davamlı, müntəzəm idmanla məşğul olmaq istəyiriksə, amma özümüzü sağlam, idmançı kimi, yəni idmançı deyərkən burada professional idmançıdan söhbət getmir, idmançı deyərkən burada nəzərdə tutduğum müntəzəm idmanla məşğul olan, həyatında idman vərdişini formalaşdırmış bir insan kimi əgər özümüzü görmürüksə və ya görə bilmiriksə, qəbul etmiriksə, buna inanmırıqsa, yenə o zaman o idman etmə vərdişini formalaşdırmaq və onu həyatımızın bir parçası haline gətirmək, davamlı həyatımızda saxlamaq o vərdişi, o davranışı çox çətin olacaqdır. Çünki nəyə görə elə olduğumuza inanmırıq. Bu yaxınlarda mənim üzv olduğum e-maillər var. Onlardan birində çox qısa bir mesaj var idi. O da belə idi ki, bizim hansısa bir şeyləri edə bilməməyimiz, onun bizdə alınmaması, çətin gəlməsi, imkansız bizə göstərməsinin səbəbi əslində o demək deyil ki, biz onu edə bilmərik, bizdə o alınmaz və yaxud da ki, onun bizə çox uzaq görsənməsi, çox mürəkkəb görsənməsi əslində onun o qədər də çox uzaq və ya çətin və ya keşməkeşlik və ya mürəkkəb olmasından deyil. Onun səbəbi odur ki, biz heç vaxt onu və yaxud da ki, ona bənzər bir şeyi indiyə kimi etməmişik və zehnimizdə bir növ ora gedən bir yol yoxdur. Ora necə gedilir, onun necəsi, onun harası ilə əlaqəli bizim zehnimizdə heç bir növ nümunə yoxdur, misal yoxdur. Yəni, müqayisə edə biləcəyimiz, referans ala biləcəyimiz bir şəxsi keçmiş tariximizdə heç bir şey yoxdur. Və ona görə də o bizə o qədər çətin görsənir və yaxud da ki, o qədər uzaq görsənir və yaxud da ki, o qədər əlçatmaz görsənir, imkansız görsənir. Bu da elə kimliklə əlaqəli bir şeydir. Yəni, əgər biz kimliyimizdə, özümüzdə o
yeni hayatımızda olmasını istediğimiz iş olsun, verdiş olsun, davranış olsun, hayat tərzi olsun, maddiyat olsun, sağlamlıq olsun, fərqi yoxdur hər nədirsə. Əgər o yeni həyatımızda olmasını istədiyimiz, əldə etmək istədiyimiz hər nədirsə, biz özümüzü onu əldə edəcək və yaxud da ki, onu yaşayan, onu bilən, ona sahib olan bir insan kimi görmürüksə, o zaman onu çox böyük ehtimal ilə əldə də edə bilməyəcəyik. Yəni bu belə haqqında danışmağın çox asan olduğu, haqqında danışmağın çox sadə olduğu, amma həyatında bunun təsirini görməyin çox çətin olduğu və eyni ilə də dəyişdirməyin çox çətin olduğu bir şeydir. Bu dəyişdirmək üçün nə edə bilərik? Buna qarşı nə edə bilərik? Sualına cavab isə yəni hamının işinə yarayacaq bir cavab, qısa və kobud və kəstirmə cavab odur ki, həyatında olmasını istədiyin şey nədirsə, özünü o insan kimi gör. Yəni ki, misal üçün demək ki, mən idmana gedirəm həftədə 3 gündə ki, yəni həftədə 3 gün idmanla məşğul olacağam misal üçün və yaxud da ki, hər həftə ən azı 3 saat və ya 5 saat və ya 10 saat nəysə kitab oxuyacağam. Yəni ki, özünü daha doğrusu həyatında nəyin olmasını istəyirsənsə onu edəcəm demə. Yəni ki, mən onu edən bir insanım demə. Misal üçün, mən belə dəyişdirə bilərik ki, mən həftədə 5 saat kitab oxuyacam demək yerinə deyirsən ki, mən hər həftə ən azı 5 saat kitab oxuyan bir insanım. Yəni, mən sözünü orada işlətmək və o mən sözünün arxasında isə istədiyimiz nədirsə, onu işlətmək, yəni onu ifadə etmək. Yəni mənlə onu birləşdirmək. Yəni özümüzü o insan olaraq həm görmək, həm də danışarkən də bunu bu cür ifadə etmək. Mən həftədə 5 dəfə idmana gedəcəm deməkdənsə, mən həftədə 5 dəfə idmanla məşğul olan bir adamam deyirik və yaxud ki, mən davamlı idmanla məşğul olan bir adamam deyirik. Yəni bunu dəyişdirmək çox asaddır və bunu dəyişdirəndə də gözlənti olmamalıdır ki, mən bunu artıq özüm haqqında bu cür danışıram, bunları deyirəm və bundan sonra bu çox asan olacaq və mən istədiyim hər şey rahatlıqla həyatımda formalaşacaqdır. Xeyr, elə deyil. Yəni o qədər sadə deyil. Amma bu o işi qarantiya almağın ən önəmli, ən güclü metodlarından biridir. Yəni özümüzü, kimliyimizi o cür görmək, o cür danışmaq, o cür ifadə etmək, o cür təsəvvür etmək, o cür inanmaq. Yəni bunları etdikdə digər şeylər daha da asan olur. O necə ki, belə deyək ki, bir neçə dominolar arxa-arxaya düzülübdür. Onun hamısının yıxılması üçün bizim sadəcə ilk dominonu yıxmamız lazımdır. Ondan sonra arxadakılar hamısı onsuz da biz heç bir şey etməyimizə ehtiyac qalmadan bir yıxılacaqdır. Yəni bu da özümüzü bu cür görmək də, ifadə eləmək də, danışmaq da bu çətin olsa. Bəzən deyirsən ki, misal üçün insan düşünür ki, əslində çox sadə bir şeydir. Nə var ki, mən bundan sonra deyəcəm ki, mən idmanla məşğul olan bir insanam, mən oxuyan bir insanam, mən yazan bir insanam, mən pul qazanan bir insanam, mən sağlam bir insanam və s. və axır. Belə deyəndə insana çətin gəlir. Amma bu davamlı olaraq hər dəfə demək, düşünmək, özünü bu cür qəbul etmək çətindir. Nəyə görə? Çünki sən indiyə kimi o insan olmamısan və bir anda durub fərqli bir insan olmağa qərar verirsən. Və bunu da ki, zehnin, şuuraltın, şuurun qəbul eləmir. Yəni sənə bir növ üsyan edir sakitcə. Ona görə də onu demək əslində çox çətindir. Amma onu deyəndə də özümüzü narahat hiss edirik. Bəzən özümüzü sanki yalan danışır kimi hiss edirik. Amma yəni başqalarının etdiyi işlər nədirsə, onları biz də edə bilərik. Yəni bəlkə hamısını edə bilmərik, amma ən azı bir 90%-ni edə bilərik. Əgər bir insan bir şey edibsə və daha doğrusu belə deyək, bir insan demək, bir çox insan bunu edibsə, ki edibdir, o deməkdir ki, biz də edə bilərik. Yəni əslində yalan danışmırıq. Sadəcə
zəif, yalan təlqinlərlə formalaşmış kimliyimizi bir növ upgrade edirik, inkişaf elətdirik, özümüzü o cür görürük. Çünki o cür görməsək, onsuz da ki, onu olmaq çox çətin olacaq da. Amma o cür görsək, o cür qəbul eləsək, o zaman biraz daha asanlaşmış olacaqdır. O zaman biraz daha belə də bunu garantiləmiş olacaq.